Bismillahirrahmanirrahim. İmam Rıza aleyhisselam buyurur. Atamın ziyarəti Hüseyn aleyhisselamın ziyarəti kimidir. İmam Rıza aleyhisselam buyurur ki, kim Bağdadda atamın məzarını ziyarət edərsə, sanki Allah Rəsulü salavatullah və möminlərin əmiri Əli aleyhisselamın məzarını ziyarət etmişdir. Əlbəttə, Allah Rəsulü və möminlərin əmirinin ziyarətinin özünə məxsus fəzilətləri var. Adətən, əzizlər, biz İmam Hüseyn Kazım Əleyhisselamın ziyarətini ya Əlbəyin mərasimində ziyarət edirik qəbrini, ya da adi günlərdə Kərbəla ziyarətinə gedəndə Bağdad şəhərində Kazımi məntəqəsində İmam Hüseyn Kazım Əleyhisselamı ziyarət edirik. Amma İmam Hüseyn Kazım Əleyhisselamın yanında nəvəsi İmam Rıza Əleyhisselamın övladı İmam Cavad Əleyhisselam da dəfn olubdur. Eyni zamanda biz Muhammed Təqi kimi də tanıyırıq. İki imamın qəbri oradadır və zəvvarlara qismət olur ki, elə imamların yanında İslamın böyük alimlər dəfn olunubdur. Bizim Kamil-i Ziyarət kitabından tanıdığımız məşhur İbn Babvey böyük alimlərimizdən olubdur. Eyni zamanda orada digər bir qəbir də var. Əl-İrşad kitabının müəllifi, Əl-Əmali kitabının müəllifi, digər kitabların müəllifi olan Şeyx Müfidin qəbri də oradadır. Bu iki qəbir adətən kişilər tərəfdə yerləşir. Hətta orada Tusinin də qəbri var. Tusinin qəbri isə xanımlar tərəfdədir. Orada adətən görmək olmur, çünki xanımlar tərəfə düşür o qəbri. Allah ziyarətlərini qismət eləsin, həm məsum imamlarımızı ziyarət eləyək, həm də həmin İslam alimlərini, İslama fayda vermiş alimlərin qəbrini ziyarət eləyək. Və xoşbəxtlikdən bizim Azərbaycanımızda da, Bakı şəhərində xanım Həkimə xatunun qəbri var. Yəni İmam Hüseyn Kazım Əleyhisselamın qızı xanım Fatimi Suğran Salamullah Reyhanın qəbri var. Və bizim mənəvi borcumuzdur ki, hər zaman gedək bir-birini orada ziyarət eləyək, tək qoymayaq. Xüsusən Əhl-i-Beyt dostları, Əhl-i-Beyt sevərlər gərək həmin ziyarətə həmişə zahir olsunlar, zəvvar olsunlar inşallah.